Qədim Yunanlar üçün Qafqaz sadəcə dağlarla çevrilmiş bir ərazi deyildi. Onlar bu dağları dünyanın ən uc nöqtəsi, öz mədəniyyətləri ilə barbar xalqlar arasındakı sərhəd kimi görürdülər. Qafqaz haqqında məlumatları az olduğundan bu boşluq tez-tez miflərlə doldurulurdu. Elə buna görə də iki möhtəşəm əfsanə, Prometey və Arqonavtlar əfsanəsi məhz bu torpaqlara yerləşdirilmişdi. Prometey insanlara atəşi bəxş etdiyi üçün Zevsin qəzəbinə gəlir və Qafqaz dağlarının zirvəsində zəncirlənir. Qafqaz seçiminin özü təsadüfi deyil. Belə ki, Tanrıya qarşı üsyanın cəzası təkcə qartal tərəfindən hər gün yenidən didilmək deyil, həm də Yunan dünyasının ən uzaq, ən sirli məkanlarından birinə sürgün edilmək idi. Bir digər görkəmli əfsanədə isə qəhrəman Yasonun başçılıq etdiyi Arqonavtların qızıl yunu qaytarmaq üçün Kolxidaya səfəri isə mifin içində Qafqazla bağlı gizlənmiş real coğrafiyanın izlərini daşıyır. Kolxida bugünkü Qərbi Gürcüstan ərazisi idi və Yunanların Qara dənizin şərq sahilləri ilə ilk təmaslarının mifik şəkildə şərh olunmuş forması idi. Yasona kömək edən sehirbaz Medeyanın Kolxidaya aid edilməsi də təsadüfi deyil. Bu, Yunanların Qafqazı sehr, sir və təhlükəli biliklərlə əlaqələndirməsinin nəticəsi idi. Beləcə, Qafqaz Yunan düşüncəsində iki qat önəmə malik idi. Bir tərəfdə tanrıların gücü qarşısında aciz qalan Titanın faciəsi, digər tərəfdə isə dünyanın sərhədindəki sirli bir krallıq.